Bugün sizlerle Car Simulator 2 oynayırıq. Bugün Car Simulator 2'de ilk videoya özel yeni bir maşın alacağıq. Videomuza başlamadan əvvəl aşağıdan like edib və abone olsanız məni çox sevindirərsiniz. Onda videomuza başlayaq. Mən ikinci ayın ikinci günündəyim, gördüğünüz kimi. Ağlımda bir iki dənə maşın var, onlardan birini alacağıq. Bu maşından gedəyim məncə qəşəngdir. Aklımdaki ilk maşınlardan biri oyunda Crow'un adlı maşındır. İkincisi de eğer Bugatti'lerden birine pulum çatsa onu alacağıq. Gördüğünüz gibi iki maşına burada olmalıydı. Arabalar. Crow'un da var. Crow'un 236 bindi. Wolf da var. O da güzel bir araba. Buralarda da bir tane de Bugatti. Bugatti deyirəm, Lamborghini. Yok, buna pulum çatmır. Ama burada Egoist adlı maşına pulum çatır. O qəşəng olar ha. Bir tane burada da bir şeyler baxaq. Görək burada hər hansı bir pulum çatdığı var. Ya bunlar qəşəng deyil. Elə buradaki bu maşını Egoist adlı qara maşını 464 binə alır. İndi gedək ora. Bu maşını ilk dəfə sürəcəm. Gördüyünüz kimi 0 kilometrdir. Bayağı qəşəng maşındır. Oy. Çox pis oldu deyim. Neyse. Bura bir dənə qəşəng park edək, zengin duruşu. Belə. Qəşəng oldu. Bu oyunda, yani bu bölümdə həm o maşının sürətini, həm də necə gedir, necə drift atır ona baxacağıq. Gördüyünüz kimi bu ilk görünüşüdür. Bayağı qəşəng durur. İçinəcə də baxaq. İçi də belədir, çox qəşəng durmur. İnşallah aldıktan sonra daha qəşəng görünər. Onu da aldım. Pulum qalmadı. 863 pulum qaldı. İşte baxaq. İçi də düzəldi ya. Qəşəng oldu. Mən hızları, yəni onun necə sürətlə getdiyini, bir dənə yer var, orada baxıram. Əslində yəni diyan, xeyir. Of, boldun. Hayır. Niye böyle oldu? Bu qəşəng oldu ya. Bu arada eğer bu videoya 500 like gəlsə, buradakı evə maşınları düzənləməmişəm. O maşınları düzənləyəcəkdir. Buradakı evə. Decorationce nədirsə adlı evi. Eğer 500 like gəlsə orada maşınlar düzənləyəcək. Maşının hızına dediğim kimi bu yeni gələn şəhər var. Orada yolda baxacağıq. Orada indidən qışan gedir. Belə gedişi yoxdur. Noba. Sen get de burada. Bu arada oyun kasır, ona göre de üzüldü sayın. Niye kasır ben de bilmiyorum. Yani diyan. Haydi düzeldi. Gördüğünüz gibi. Burada kimler oyunu yaxşı oynayanlar bilər ki, burada polis maşını olur. Bunu bilenler yoruma yazsın. Ben bilirəm diye. Bu arada bir bölümde de necə kolay, yani necə asan pul kazanılır öğreteceğim. Gördüğünüz gibi 160, 170, 180, 190, 200, 210, 220, 230, 240, 250, 260, 260'ı görmedik. Dayan.
Dayan. Yıxıl, sarsıldı. Maşın çox sürətdən sonra geri zekalılıyır. Baya çətin sürüşü olur. İndi mən belə sürdüyümə baxmayın. Maşın çox sürətli olanda gedir özündən. Baxın, heç basmayacağım. Sadəcə düz yoldadır. 260, 270, məncə 300'ü görəcək. 300, 315 idi. Gördüm, 315 idi. Yani deyirsən. Yani tam əmin olmaq için bir də eləyək. Buradan başlayacağım. Siz de gördünüz de maşın çok sürətdən sonra özünü itirir. 170, 180, 190, 200. 200 değil şu an. Burası döngə var bir dənə, döngə kimi. Bu biraz çok sıxır. Uf. Yaşan. 315. Düz demişəm. Hoppala. İndi drift'e bakacağız. Kısa bir drift bakışı olacak. Bir de eleyim diyeceğim indi. O mənim səhvliyimdir. Maşının driftini demək olarsa çox da bəyənmədim. Maşın özü getmək istəmir. Çox ağır gedir. Aşırı ağır gedir. Bu arada bunun T6'sını isteyen varsa yorumlara yazsın. Belki onda bir gün eləyərik. T6'ın inanmıram ama T5'e can getirərik. Yani dediğim kimi çok da qəşəng değil. Drift'i de burada dayandıraq. İndi tormuz. Necə tormuzu var. Ona baxacağıq. Kilometr 100 hızda basacağım. Görün nə vaxt dayanacaq. Bu arada bu maşını qəşəng bir dənə yığdıra bilərik. Oğlum bunun tormuzu orta səviyyədir. Çox da güclü değil. Bastığın kimi dayanmır. Yani bakın indi bir dedi yap 200 eləyək. Bakın 200'e çıxsın bir dənə. Oy. Hop. Yani gördüğünüz gibi çok güclü tormuzu yoktu. Ben bu arada doğrucu tormuza bastım. Daha dalgada basmadım. Gəlin bir də eləyək 200'də. Aslında məntiqli değil. 200 eləyək bundan sonra. Bakın dalgada bastım. Yox. Tormuzu da elə belə də orta səviyyə, ortadan biraz düşüydü. Gördüğünüz kimi. Oy. Bu arada bu hatırlayanlar bile burada unlock aldı 151 dolar yazmaya. Bu vaxtda 10 dolara düşmüştü. Bunu hatırlayanlar bilər. Niye 10 dolara düşmüştü? Bilenler yazsın. Hoppala. Yani gördüğünüz gibi. Bu da belə qəşəng bir maşın idi. Hansı daha maşınlar istəyirsinizsə onu yaza bilərsiniz və ya da hansı oyunları oynamamı istəyirsinizsə onu da yaza bilərsiniz. Bu arada yaxında car parking videoları da gələcək. Car parking, Brawl Stars, PUBG videoları da gələcək. Onlar da bir kanalda olacak. Onda videomuzu burada bitirək. Sağ olun, özünüzə yaxşı baxın. Bye bye.